Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq od tayalarını yandırıb. Hadisə rayonun Qəhrəmanlı kəndində baş verib. Eyvaz Muradov qeyddəki adsüyar şərtidir, izahatında bildirib ki, Bərdə rayonunun Qəhrəmanlı kəndində qaynatasına məxsus evdə yaşayıb. Azərqaz İstehsalat Birliyinin Bərdə filialında çilingər dəstəsində işləyib. Həmin axşam çox miqdarda spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə hadisənin necə törətməsini xatırlamıram. Hadisənin baş verdiyi gün saat 20-21 radələrində yaşadığım evə yaxın adam qonaq gəlib. Birlikdə yemək yeyib 3 nəfərə 700 qram tut araq içdik, deyə Eyvaz Muradov bildirib. O qeyd edib ki, qonaq gəlməmişdən əvvəl də 7 bakal pivə içib. Sonra isə evdən çıxıb qonağı yola salmaq üçün kəndin ortasına gedib. Taksi marketin yanına gəlib qonağı oradan yola salıb. Daha sonra yaxınlıqdakı marketdən bir ədəd pivə alıb içib. Daha sonra həmin şəxs qeyd edib ki, qonşunun evinin yanından gedib dəmir tor hasardan keçib və od tayasını yandırıb. Zərər çəkmiş şəxslə heç bir düşmənçiliyi, ədavəti olmayıb. İçkili olduğundan özündə olmayıb. 2 od tayası yandırıb. Daha sonra marketin qabağına gəlib. Yanğın yerinə kənd adamları toplaşıblar, o da həmin yerə gedib. Ancaq tayanın yandırdığını heç kimə deməyib. Digər taya qonşusunun evindən təxminən 40 metr aralıda olub və ora gedərək həmin tayanı da yandırıb. Bərdə rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 386.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.